Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Essalatu vesselamu ala seyyidina Muhammedin ve ala alihi ve ashabihi ecmaîn. Amin. Esselamu aleyküm ve rahmetullah. Allahu Teala'ya iman etmiş, Muhammed Mustafa sallallahu aleyhi ve selleme gönül vermiş, Kur'an-ı Kerim'e talip olmuş bir mümine, bir Müslümana iman getirdikten sonra kalbini ve zihnini, düşüncesini Allahu Teala'nın korkusu ve muhabbetiyle doldurduğundan sonra ona lazımdır ki ömrünü Allah Teala'ya ibadetle geçirsin. Ona kulluk etsin. Muhabbetini, sevgisini ve korkusunu Allah Teala'ya ibadet etmekle erz etsin. Bu ibadetlerin başında da onu yaradan, onu var eden, ona ebedi cennetleri vaat eden ve ebedi cehennemlerden emin kılan Allahu Teala'ya vermiş olduğu nimetlerine göre şükretmek, teşekkür etmek, hamd etmek ve sena etmektir. Bugünkü söhbətimiz inşallah bu mövzudadır. Evvelen ayet-i celləni mübarək xatirinizə ərz edirəm. Allah Azze ve Celle Hazretleri Kelam-ı Kibarında, Kur'an-ı Kerim'inde buyurur ki: Euzu billahi mineşşeytanirracim ve in ta'udu ni'metallahi la tuhsuha. Sadakallahul azim. Eğer ki siz Allahu Teala'nın size vermiş olduğu nimetleri saymış olsanız, saymağa teşebbüs etmiş olsanız, bu nimetleri sayıp bitirebilmezsiniz. Həqiqətən də insanın bir kulağı ağırtır, birbirimizi eşitmek için, birbirimizle ünsiyyət etmek için lazım olan əzalardan bir de Kur'an kulağımızdır. Elə bilirik ki, kulaq ancak bize görünen, hisseden ibarettir. Ama orada bir nasazlıq, xəstəlik, bir narahatçılıq yarandıqda həkimə müraciət edirsən, kulaq barəsində o qədər məlumat verir ki, onun içerisinde o kadar incelikler var ki, o kadar prosesler var ki, insan heyrətlər ve təəccüblər içinde kalır. Ancaq kulağın bize vermiş olduğu faydanı ve onun kulak olarak eşitmek funksiyasını yerine getirmek için orada yeden prosesi düşündükdə, saydıkça bitmez bir hale gelir. Gözümüzü, beynimizi, bedenimizde dolaşan damarları, bir kadar da kobud desek 360 əzanı ve bundan əlavə ətrafımızda olan Allah'ın vermiş olduğu nimetleri elbette saymağa başlasak sayıp bitirə bilmərik. Allahu Teala bunu bize ərz edir. Ve bəs Allah'ın vermiş olduğu bu kadar nimetlerin müqabilində bir kul olarak, bir insan olarak boynumuza düşen iş nedir? Bunları bize bəxş eden Allahu Teala'ya teşekkür etmektir. Bu o kadar insaf əhlinin görebileceği çetin bir iştir ki Allah Azze ve Celle Hazretleri bu barədə Peygamberimize bildirir. O da Peygamberimiz Aleyhisselam da bize ərz eləyib deyir ki, Kıyamet günde əziz ve cəlil olan Allahu Teala bizden evvelkileri ve bizden sonrakileri, bu milyardlarla insanları Erasat meydanında, Məhşər meydanında topladıktan sonra bu halqa hitap edilecektir. Halqa edilen hitabın birincisi budur. Geceleri isti yatağından durup Allahu Teala'ya ibadet edenler ayağa dursun, yakına gelsin. Bu kadar halkın, insanın içerisinde az bir grup insan ayağa duracak. Yani o ses diyecek ki ticareti ve meişeti Allahu Teala'nı zikretmekten ona mani olmayan kullar ayağa dursun. Ticaretle meşguldu, aileyle meşguldu ama buna rağmen Allah'ı zikretmeyi unutmur. Halkın içerisinde Peygamberimiz Aleyhisselam buyurur ki az bir grup insan ayağa duracaqdır. Yani həmin səs məhşər meydanına xitab edecek. Hem rahat vaxtında, afiyet vaxtında, hem de zorluqda, çətinlikdə
Allahu Teala'ya həmd edən, Allahu Teala'ya şükreden qullar ayağa dursun. Yenə də xalqın içində az bir qrup insan ayağa duracaqdır. Və Allah Azze ve Celle Hazretleri bu geceleri heç kim bilmədiyi bir halda ancak Allahu Teala'ya onun gördüğünü, bildiğini sanki özünün de görürmüşçesine ibadet eden kullar, Allahu Teala her halda zikreden kullar, Allahu Teala her halda şükreden kullar ayağa durup mükafatlandırdıktan sonra Allahu Teala o mahşer meydanında diğer insanları da, cemaati da hesaba çekecektir. Demek ki her bir insan istiyor ki mükafatını alanda, etmiş olduğu hizmetinin teşekkürünü alanda birincilerden olsun. Demek Allah'ın vermiş olduğu nimetlere karşı teşekkür eden, şükran borcunu yerine getiren, Arap dilinde şakir deyilir. Yani şükreden kullar mükafatlanan kulların birincilerindendir. Allah Azze ve Celle Hazretleri de bizleri şakir kullarından karar versin. Hazreti Emir el-Müminin Ali kerremallahu vecheh ve radıyallahu anh Cenabı onun güzide talebelerinden olan Hasan-ı Basri Allah sirrini təqdis etsin Hazretleri belə buyurur ki Musa aleyhisselam Allahu Teala'ya Tur-i Sina'da kəlmə kesip söhbət etdikdə Allah Azze ve Celle Hazretlerine deyir ki Ya Rabbi Adem aleyhisselam senin vermiş olduğun bu əziz kıymetli nimetlere karşı öz şükür borcunu necə yerinə yetirdi? Yani biz məsəl üçün insanlar, biz müasirlər Adem aleyhisselamdan üzü qiyamətə qədər iğrenç danışmağı belə utandığımız proseslə, yolla təşəkkül tapırıq, dünyaya doğuluruq, gəlirik. Adem aleyhisselam Allahu Teala'nın kudret eliyle xalq olmuştur. Ve Adem aleyhisselam Allahu Teala'nın ruhu ona nefh etmesiyle birbaşa xalq olmuştur. İnsan ana bətnində yaranır, Allah Teala iki melek gönderir ve ona ruhu nefh eləyirlər ve insan ana bətnində dirilir. Ama Adem aleyhisselam meleksiz birbaşa Allahu Teala'nın ruhunu nefh etmesiyle, demide etmesiyle dirilibdir. Üçüncüsü de Allahu Teala bizleri dünyaya gönderibdir. Gördüğümüz dünyada bu hayatımızdır. Bugün cavanıq, sabah koca, bugün sağlamız, sabah xəstə, bugün əzizik, sabah zəlil, bugün sağ, sabah ölü, cürbəcür prosesler olur. Hem öz başımıza gelir, hem de etrafta da görürük. Adem aleyhisselam xalq olan kimi gözünü açıb ərşi görübdür. Gözünü açıb cənnəti görübdür. Gözünü açıb Cəbrail aleyhisselam mələkləri görübdür. Allahu Teala ona vətən olaraq dərtsiz, sərsiz cənnəti bəxş edibdir. Ya Allah, soruşur Musa aleyhisselam, Adem'e vermiş olduğun bu nimetlerin şükrünü o necə ödədi? Belki de Musa aleyhisselam fikirləşib ki, öz düşüncəmlə deyirəm, Musa aleyhisselam düşünüb ki, Adem aleyhisselam hansı duanı oxuyubdur? Adem aleyhisselam hansı namazları qılıbdır? Adem aleyhisselam görəsən nə qulluqlar, əməllər edibdir ki, şükür borcunu ödemiş olsun və yaxud təşəbbüs etmiş olsun. Allah Azze ve Celle Hazretleri bir cümle Musa aleyhisselama beyan edir, bildirir. Allahu Teala deyir ki, Adem ona vermiş olduğum nimetlerin mənim tərəfimdən olduğunu bildi və mənə elhamdülillah demək üzrə öz şükür borcunu yerine getirdi. Demek ki bu çok çetin bir müşkül iştir ki tarih boyu ve bugün de günümüzde görürük ki ne kadar Allah'a karşı nankör, şükretmeyen kullar vardır. Heç gözüyle gördüğü ata anasına teşekkür eləmir. Heç yaşamış olduğu vətəninə teşekkür borcunu özünde hissetmir. Peygamberimiz Aleyhisselam ise buyurur ki bendelere kullarıma teşekkür eləyə Allah'a teşekkür eləyə bilməz buyurur Peygamberimiz. Ne için? Gözünle gördüğün
sənə hörmət eləyən, sənə insanlıq öyrətən, sənə məsəl üçün yol verən, yer verən, səni insan kimi cəmiyyətdə formalaşdıran, yaxşılığı diləyən, birinci evin içində, sonra ətrafında insanlara təşəkkür edə bilmirsənsə, sən görmədiyin Allaha nə cür təşəkkür edərsən? Və Allah Əzzə və Cəl Həzrətləri belə qullardan bəhs edir Qur'an-ı Kərimdə. Buyurur ki, Estaizu billah, لَاِنْ شَكَرْتُمْ لَازِدَنَّكُمْ. Əgər siz mənə şükr etsəniz, mən sizin üçün çoxaldaram verdiyim nemətləri. لَاِنْ كَفَرْتُمْ. Əgər nankörlük etsəniz, İnnə əzabi ləşədid. Mənim əzabım nankör qullarım üçün bilinsin ki, çox şiddətlidir. Adəm əleyhissalam da Allah Əzzə və Cəl Həzrətlərinə o nemətlərin ondan olduğunu bütün varlığı ilə anladıqdan, dərk etdikdən sonra Elhamdülillah deməklə ölüyübdür. Demək, bu çox çətin bir prosesdir ki, bir insan müşahidəsi geniş olsun, vermiş olduğu nemətlərin Allahın ona vermiş olduğu hədiyyələr olaraq dərk etsin və uzun işlər yox, çətin dualar yox, səmimi qəlbdən içini bütün varlığının nəfəsi dolduran bir elhamdülillah deməklə Allahu Teala'ya şükür borcunu etmiş olsun. Peyğəmbərimiz Əleyhissalatu vesselam hədis-i şərifində buyurur ki, kimdə bu dörd şey varsa, kimə bu dörd şey bəxş olunubsa, ona dünya və axirətin nemətləri demək olar ki, tamam bəxş olmuşdur. Bu dörd şey nədir? Ki, insan bunları əldə etdikdə, Allah bu şeyləri ona bəxş edibsə, o dünya axirətin gözəl, bəxtəvər, saadətli qullarındandır. Birincisi, Peyğəmbərimiz Əleyhisselam buyurur ki, Allahı zikr edən bir dil. Peyğəmbərimiz Əleyhisselam başqa hədisdə deyir ki, mömin kimsənin qəlbi dilinin önündədir. Yəni, o, danışmış olduğu sözləri öz sevgisi ilə, mühəbbəti ilə, məsuliyyəti ilə doldurur. İnsanlara o söhbətlə güvən, saadət, xoşbəxtlik, müsbət enerji bağışlayır. Münafiq isə İslamda hələ özünü tapmamış, nə Allahın, nə də şeytanın xətrini qoymaq istəməyən ikiyüzlü insanların isə, münafiqlərin isə dili qəlbinin önündədir və görür həyatda söhbət eləyir, səni ilə danışa-danışa uydurur. Görürsən ki, səni axmaq yerinə qoyub, yalan danışır. Sənə öz danışığı ilə, dostluğu ilə güvən verir. Sən də ona inanırsan. Baxıb görürsən ki, onun etmiş olduğu, sonraki sənə vurmuş olduğu zərbə, sənə vurmuş olduğu ziyan səni bundan sonraki həyatda ayağa dura bilməyəcək hala salıbdır. Bu münafiqlik əlamətidir. Amma dünya axirət saadətini əldə edən insanın Peyğəmbər buyurur ki, birinci əlaməti Allahı zikr edən dildir. O insan Allah-u Teala'nın vermiş olduğu nemətlərin qabağında onu xatırlamaq, nöqsan sifətlərdən paş tutmaq kimi bir missiyanı qəlbinə doldurub və dili ilə də onu iqrar edir. İkincisi, Allah-u Teala şükr edən bir qəlb. Qəlb Allah-u Teala'nın nəzərgahıdır. O, Allah-u Teala'nın vermiş olduğu nemətləri gözdən keçirir, müşahidə edir və qəlbi ilə, bütün varlığı ilə anlayır ki, bu şeylər öz başına olmayıbdır. Bunları yaradan, var olan və bir olan, qullarına qarşı çox mərhəmətli bir Allahdır ki, bunları bizə bəxş edibdir və hər daim özünü qəlbində, bütün varlığında Allah-u Teala'ya borclu hiss edir. Və borclu olmağını da Allah-u Teala'ya şükr etməklə ərz edir. Bu, yəni şükr etmək, boş-boş, yəni lağlağa şükr etmək yox, ürəyinin dərinliklərindən, ruhunun içindən olan Elhamdülillah və yaxud da ki, şükür Allaha ifadələri ilə ərz olmaqdadır. Üçüncü, sağlam bədən, dünya axirətin saadətidir. Bir insanın can sağlığı. Və dördüncüsü də mömin və yaxşı xasiyyətli bir həyat yoldaşı.
Bu Peygamberimiz Aleyhisselam'ın hədisini açacak salihlerin bir güzel kelamı vardır. Onu da diyeyim, bu saymış olduğumu 4 şey bu diyeceğim şeylerle daha da kuvvetlenecektir. Salihler, alimlerimiz buyururlar ki Davud Aleyhisselam Allahu Teala'ya belə dua ederdi. Buyurub ki Davud Aleyhisselam, ya Rabbi senden 4 şey istəyirəm ve 4 şeyden de sana sığınırım. Senden istemiş olduğum 4 şey budur ki seni zikreden bir dil ver mənə. İkinci budur ki seni şükreden bir kalp ver mənə. Üçüncüsü səbirli ve dözümlü sağlam bir vücud ver mənə ki kulluk borcumu yerine getirim. Ne kadar xəstə insanlar var ki onlarla biz ünsiyyətdəyik, namazlarını çox çətinliklə yerinə getirirlər. Bəziləri iradə zəifliyi göstərib o xəstəliklər səbəbi ilə ibadətlərini yerinə yetirə bilmirlər. Böyük bir nemətdir can sağlığı. Və dördüncüsü də deyir ki, ya Rabbi, mən səndən istəyir dünya, istər ahirət işlərində mənə dəstək verəcək, mənə yardım edəcək, arxa kömək olacaq bir həyat yoldaşı istəyirəm. Bu qadın üçün də keçərlidir, o kişi üçün də keçərlidir. Bu çox böyük bir nemətdir. Bu, yani zikreden bir dil, şükreden bir kalp, səbirli ve sağlam olan bir beden ve dünya ve ahiret işlerinde sana destek olan, yardım eyləyən bir hayat yoldaşı Allahu Teala'nın bir nimetidir. Bu peygamber duasıdır. Bir peygamber belə bunu Allah'tan temenni eləyib. Ya Rabbi, sana bu 4 şeyden de sığınıram. Başa bəla olacak xeyirsiz evladdan ve qocalmadan əvvəl adamı qocaltan həyat yoldaşından. Yenə deyirəm, kişiyə də aiddir, qadına da aiddir. Üçüncü, vəbal altında qoyan var devlətdən. Bir insan, nə qədər ömrümüz var ki, 70-80 elə gəlir yaşaya bilsək. Sabah da başımıza nə gələcək, heç kim bilmir. İndi başımıza nə gələcək, heç kim bilmir. Və bir insan acgözlük eləyib, mal yığırsa, devlət yığırsa, çoxaltırsa, ve bunun için harama girirse, halaldan yığıbsa haqq hesabı ağırdır. Eğer haramdan yığıbsa əzabı da ağırdır. Ve Davud Aleyhisselam deyir ki, mənə artıq dərdisər olacaq, var devlətdən də sənə sığınıram. Ve dördüncü, mənim yaxşılıqlarımı gizlədən ve pisimi bilən kimi aşkar eləyib, abur həyamı aparacaq, qonşudan da sənə sığınıram. Peygamberin duası. Gör peygamber neden korkup? Peygamber bedasil evladdan, bedasil arvaddan veyahut da kişiden ve insanı ağını başından alacak, kudurtacak var devletten ve insanın ayıbıyla güden, yayan, meşgul olan komşudan. Bu çok büyük bir dene vebaldır, çok büyük bir dene de beladır. Şeyh Sədi Şirazinin bir dənə beyti vardır. Deyir ki, meybuxur, mənbər büzur, mərdiməzar nekun. Deyir, içki iç, meçiddə minbəri də yandır. Amma mərdimazar olma. Yəni, gedib meçdə minbər yandır mənasını deyil, gedib içki iç mənasını deyil. Yəni, bir insan mərdimazar adamdırsa, yaxşıvı qoyub pisvi danışırsa, sən həyatını, adını ləkələməyə çalışırsa, böyle bir mərdimazar adam içki içən, o sərxoşluq edən, onun aludəçisi olan adamdan da, meçiddə minbər yandıran adamdan da betər adamdır. Allah Teala mərdimazarları bizdən uzaq, qəbristanlığa, ölümə yaxın eləsin. Amin Rabbal Alamin. Bəli, Süfyan-ı Sevri hem evliyaların böyüklərindəndir, hem de Peygamberimiz Aleyhisselam yaxın olan Sələf-ü Salihin dediğimiz nesle, peygamberden hemen sonra gelen Müslüman toplumuna ait olan İslam alimlerinden, büyüklerinden biridir. O da deyir ki, iki nimet vardır ki Allah Teala eğer onları sana bəxş edibsə, Allah Teala həmd et ve Allah Teala şükret. Çünkü şükretmeli şeyler çoktur. O salamat, sağlam yaşamak için, başın dinç yaşamak için bu şeylerin nimet olduğunu bilməlisən. Deyir ki,
İki nemət vardır ki, Allah Teala sənə bunu bəxş eləyibsə, Allah Teala həmd et, şükr et. Birinci nemət budur ki, Allah işvi devlətin qapısına salmasın. İkincisi budur ki, həkimin qapısına. Onun üçün el arasında bir dua ki var deyirik. Deyir ki, Allah Teala heç kimin işini hakimə, həkimə salmasın. Yəni, bunda müəyyən səbəbləri var ki, hamımız bilirik. Bu qədimdən gələn bir dənə sözdür. Amma başqa bir Peyğəmbərin hədisi var, onu da deyim. Peyğəmbər əleyhissalatu vesselam buyurur ki, əgər səhər yuxudan duranda görürsünüzsə ki, sülhdür, müharibə yoxdur, səni qoruyan başının üstündə asayişi qoruyan şəxslər var. Görürsən ki, qarşılıqlıq olanda, dövlət, xalq özbaşına olanda düşmən lazım elə özləri bir-birini qırıb talan eləyirlər. Və yaxud da ki, sel afatı, və yaxud zəlzələ afatı, və yaxud da yanğın afatı. Bunların heç birisi yox, səhər durmuşsan, görürsən ki, asayişdir, əminamanlıqdır və çıxırsan evdən, gedirsən ailən üçün ruzu qazanmağa. Nə bacarırsansa, onu qazanıb ailəvi əgər gətirirsənsə, səhər durursan, salamatçılıqdır, axşam da ruzu qazanıb ev və salamat gəlirsən, görürsən ki, hər şey normaldır, balaları və ailəvi yığıb başına süfrə qurursan, bu insan bütün dünyanın padişahı olmağa bərabərdir belə bir hal. Bu insan özü padişahdır. Allah-u Teala vətənimizə, millətimizə salamatlıq bəxş eləsin. Müharibə, yanğın, sel, fəlakət göstərməsin. Düşmənlərimizin öhdəsindən Allah gəlsin. Əskərlərimizi sərhəd boyunca Allah qorusun və Allah-u Teala bundan sonraki ömrümüzü, bu vaxta qədər ki olan ömrümüzdən, yaşadığımız ömrümüzdən daha bərəkətli eləsin. Amin. Peyğəmbərimiz əleyhissalatu vesselam hədis şərifdə buyurur ki, iki nemət vardır ki, insanlar bunun qədrini bilmirlər. Birincisi budur ki, insanın canının sağlığı, digəri isə bir insanın boş vaxtının olmağı. Bunun qədrini boş vaxtı insanlar bilmirlər. Gedək vaxtımızı öldürək. Biri balığa gedir, biri oyun oynayır telefonda, o biri televizor seyr edir, o birisi çayxanada vaxtını keçirdir. Amma bir insan, Peyğəmbərimiz əleyhissalam o insanın halını bizə bildirir. Deyir ki, qiyamət günündə insan yalvaracaq. Ya Rabbi, məni geri qaytar. Gedim o qaytarmış olduğum vaxtda sənə yaxşı, layiqincə bəndəçilik eləyim. Mən bilərəkdən o vaxtı demirəm. İndi düşünə bilərsiniz ki, bu adam əgər sən, mən geri qayıtmaq istəyiriksə, əlbəttə adamın ağlına gələr ki, tutalım ki, mənim indi 50 yaşım var, mənə qaytar geri gedim bu 50 ili daha yaxşı yaşayım, sənə qulluq eləyim. Birinin 80 yaşı varsa o qədər deyir. Yox. Geri qayıtmağı diləyən adam, bir saat vaxt istəyir Allahdan. Bu bir saat da bizim olduğumuz 60 dəqiqə deyildir. O devirdə 60 dəqiqə məfhumu yox idi. Peyğəmbərimizə bu hədisi deyəndə bir an, bir müddət az məni göndər. Dilimlə sənə zikr eləyim, dilimlə sənə şükür eləyim, qəlbimlə səni sevim. Bu şeyləri istəyəcək. İsa Peyğəmbər əleyhissalam Ruhul Bəyan kitabında yazılıbdır bu rəvayət. Bir varlı adam görür. Çox arxayındır. Alır o varlı adamı, deyir məni ilə gəl. Aparır bir kasıb adamın yanına. Deyir ki, bax Allah Teala səni belə yarada da bilərdi. Sənin varın var. Yəni düşün. Sən Allah ver, şükür elə Allah Teala'ya. Baxır o kasıba, şükür eləyir. Sonra kasıbı alır, aparır bir xəstə adamın yanına. Deyir ki, bax sən kasıbsan, amma xəstə deyilsən. Sən həm kasıb, həm xəstə olsaydın, sənin üçün çox çətin olardı. Onun üçün də sağlam olmaqla həmd elə. Alır o xəstə adamı, aparır başqa birisinin yanına və göstərir onu və deyir ki, o başqa aparmış olan adam da qeyri-müslimdir. Yəni, bütpərəz, otpərəz hər neysə, bir kafirin birisidir. Deyir ki, bir bax, sən xəstəsən düzdür. Amma elhamdülillah müsəlmansan. Dünyada bəxtin gətirməyibsə, hər xəstə, yəni keçirdiyin dövrə gəlir Allah Teala sənə sağlam adamların edə bilməyəcəyi ibadətin savabını, bir adam sağlamdır,
indi gedir dəstəmaz alır, birazdan gedir namaz qılır, Ramazan gələndə oruçdur. Amma xəstə adamın halı elə deyil. Xəstə adamın halı xəstə olduğu müddətcə daim mütəmadi ibadət etmiş kimidir. Və göstərirəm, deyir ki, xəstə olmaqla, bax, və Allah-u Teala'ya həmd elə ki, sən kafir deyilsən. Yəni, xəstə olmaqla şükür eləmə, amma kafir olmamaqla şükürlə. Yeri gəlmişkən deyim ki, bəla və müsibətlər şükür eləmək olmaz. Xəstələnib, ya Allah, şükür eləyirəm səni ki, məni xəstələndirmirsən, yox. Əlhəmdülillah demək lazımdır. Əlhəmdülillah, yəni vermirsən, razıyam. Sən xəstələndirmirsən məni. Amma səhət və afiyyətli olmağı da səndən diləyirəm deməkdir. Əlhəmdülillah. Və yaxud da kasıb yaratmısan, mən asilik eləmirəm. Amma bu çətinlikdən çıxmaq üçün mənə yardım elə. Əlhəmdülillah, mən etiraz eləməm, amma daha yaxşısını səndən istəyirəm. Amma Allahın vermiş olduğu nemətlərə şükür eləmək. Ya Rabbi, can sağlığı vermişsən, əlhəmdülillah. Evlad vermişsən, əlhəmdülillah. Asayiş vermişsən, əlhəmdülillah. Məni müsəlman yaratmışsan, iman, İslam bəxş etmişsən, əlhəmdülillah. Bunlara da şükür etmək böyük bir savaba sahib olmaq deməkdir. Demək ki, İsa aleyhissalam varlığını kasıba, kasıbı xəstəyə, xəstəni də aparır kafirin yanına və deyir ki, hər bir şəxs özündən yuxarıda olan adama baxmasın, özündən aşağı olan adama baxsın. Çünki özündən yuxarıda olan adama baxmaq insanı nankör olmağa təhrik eləyir. Baxır, görür ki, onun maşını, pulu, oyan buyan uşağı filan və uşağını xəyanət eləyəcək, cinayət eləyəcək, günaha mürtəkib olacaq işlərə təşviq eləyir və ya da özü ona təşəbbüs eləyir. O səbəbdən də hər bir insan əgər axtarsa öz üstündə, öz həyatında şükür edəcək, çox nemətlər tapacaqdır. Bəli. Yenə tabeinlərin böyüklərindən. Tabein kimdir? Peyğəmbərimiz sallallahu aleyhi və səlləmi görənlər sahabidir. Sahabiləri görənlər ki, Peyğəmbəri görməyib, sahabini görüblər, tabeindir. Sahabəni görməyib, sahabəni görən tabeinləri, görənlər də tabeindir. Bunlar ilk 300 il ki vardır Peyğəmbərimiz əleyhissalamın zamanından, əsr saadətdən və əlavə olaraq 200 il, cəmi 300 il. Bunlar çox şərəfli nəsillər müsəlmanların öndə gələnləridir. Sonradan gələn bütün müsəlmanlar onlardan ibrət aldı. 12 imamlarımız ora daxildir, 4 məzhəb imamlarımız ora daxildir və s. İnşallah Allah nəsib etsə onların həyatından da bir neçə proqram hazırlamağı düşünürük, niyyətimiz var. Allah müvəffəq etsin. Amin Rabbal Alemin. Tabeinlərdən biri deyir ki, kim nemətlərin bolluq vaxtına düşübsə, cavandır, güclüdür, işləmək, pul qazanmaq gücü var, imkanları var və nüfuzu var, vəzifəsi var, pulu var. Bu nemətlərin axın onda olduğu vaxtda Allah-u Teala'ya hər daim bu nemətlər düşünərək əlhəmdülillah desin. Əgər bu nemətlər əlindən çıxıbsa, biraz sıxıntıya düşübsə, xəstəlik mi var, darsqallıq mı var? Demək ki, Allahla öz arasında bir sınaq mərhələsindədir. Allah-u Teala onu imtihana çəkir. Bu sınaqdan tez imanını, ağlını, dəyanətini, ləyaqətini itirmədən salamat çıxmaq üçün, bu imtihanı tamamlamaq üçün tez-tez əstəğfirullah desin. Əgər elə bir darsqal, sıxıntılı vəziyyətə düşüb ki, o vəziyyət onu əzir, la havlə və la quvvətə illə billahil aliyyil əzim desin. Bu kəlmə Peyğəmbər əleyhissalam buyurur ki, ərşin xəzinələrindən, rəhmət xəzinəsindən olan bir kəlmədir. Çox qüvvətlidir. İbadət etməyə qüvvət, günahlardan qaçmağa qudrət ancaq Əli, Ülvi, əzim və böyük olan Allahın yardımı ilədir. Yəni Allah yardım etməsə, Peyğəmbər əleyhissalamın əmisi Əbu Ləhəb belə olsa, iman gətirməyə ağlı ərişməz, ağlına gəlməz. Və yaxud da ki, Allah-u Teala qüvvət verməsə, o adam imanını çox rahatlıqla itirər.
və yaxud da ki, o kasıblığın, o sıxıntının, o xəstəliyin altında əzilər, asi olar. Allah rəhmət eləsin muhtərəmiyə. Uzun illər Qubanın ruhanisi olubdur, çox mötəbər din xadim olubdur, abırlı, həyalı və imanlı. O mənə bir din xadimindən misal çəkdi, tanıdığımız. Və dedi ki, çox mötəbər din xadimi idi, itaat və ibadətində və s. Amma xəstələndi, ölüm döşəyinə düşüb, o xəstəliyin müddətində xəstəliyinə, ziyarətinə getdim. O dedi ki, mən Allaha neynəmişdim ki, Allah məni bugünə saldı. Demək ki, öz dəyanətini, vüqarını, imanını o xəstəlik səbəbinə imtihandan salamat çıxmadı, itirdi. İnşallah imanını itirməyibdir. İnşallah imanını itirməyibdir. Amma çox təhlükəli söz deyibdir. Və la havle və la quvvete illa billahil aliyyil azim. Sıxıntılara düşəndə və nemətlər əldən getdikdə əstəğfirullah və nemətlər bol-bol verildikdə də elhamdülillah demək lazımdır buyurur bizim tabein ulu alimləri. Allah-u Teala bunların qədir qiymətini bilməyi nəsib və müyəssər eləsin. Çünki Peyğəmbərimiz əleyhissalam hədisində buyurur ki, əşşükru alə ni'məti əman li-zəvaliha. Allah Teala'nın vermiş olduğu nemətlərine şükür etmək, o şükürün əldən çıxmasının qarşısını alır, aman verir. Yəni bir insan şükür etməsə, o nemətlər onun əlindən çıxacaq təhlükəsi vardır. Alimlərimiz buyururlar ki, şükür etmək, Allah-u Teala'ya təşəkkür etmək, gələcəkdə sənə veriləcək nemətlərin ovudur. Yəni bir adam ova gedir, tam ki balığa gedib. Ora bir şeylər keçirtir ki, bir balıq ovlasın. Və yaxud da ki, bir səyyad, bir ovçu gedir, tor qurur, gələ qurur, bir ov əldə eləmək üçün. Bu günləri sənin əlində olan nemətlər, üzərində olan nemətlər, can sağlığın, istəyirsə də maddi olaraq nemətlər, istəyirsə də iman neməti, gələcəkdə sənə veriləcək nemətlərin ovudur. Əgər bunların qədrini bilsən, cavanlığını yaman yollarda tükətməsən, vermiş olduğu nemətləri günahlara sərf etməsən, əgər ki Allah Teala'nın vermiş olduğu can sağlığını xəta olacaq, axirətinə ziyan olacaq şeylərdə keçirməsən vaxtını, Allah Teala bunların daha yaxşısını, daha gözəlini sizə bəxş edəcəkdir. Mənim xoşbəxtçiliyimin səbəblərindən birisi də budur ki, mən 80-cı illərdən məscidə gedirəm az yaşımdan və o məsciddə mən köhnə o sufi, salih kişiləri görmüşəm. İndi çox təəssüf ki, onları görmək olmur. Elə kişilər, elə şəxslər görmək çox çətindir. Nur içində o adamlar ki, cavanlıqlarını da, ömürlərinin tamamını da itaət və ibadətlə keçirdi. Məscid dolu olurdu ağ saqqallı qoca kişilərlə. İndi onların barəsində mən məsəl üçün dinlədikcə, məsəl üçün mən qoca kişilərlə görmüşəm, bir-birlərindən danışırdılar və yaxud da ki, mən də onların evladları ilə ünsiyyətdəyəm. Onların Sovet devrinin o əzici, təhqir edici, ələ salıcı o repressiya illərində öz möminliklərini, şəxsiyyətlərini necə qoruyubsa, qulaq asanda mən heyrətlər içində qalıram. Evdə mevlud verirdilər, tutam ki, babası evdə mevlud verib, yığılıblar da kişilər, 10 nəfər, 20 nəfər mevlud oxuyublar bir evdə. Sərsi gündə onun nəvəsini, qız uşağını müəllim çıxartıb məktəbdə bir sinif uşağın qabağında təhqir eləyib alçaldıb onu. Bunların evində dünənləri bunlar biz kommunizm qururuq. Bunlar gör nə işlə məşğuldur, gerikilər və başqa ifadələr. Və beləliklə o mömin adamlar, o mömin şəxsləri ki biz görmüşük, onların həyatı, hər birisinin həyatı, İslamı, dinini qorumaq üçün o çətinlikləri yaşaması kitab yazmağa, ibrət almağa layiqdir. Bəli, Peyğəmbərimiz Əleyhisselamın güzide evladı, cənnət reyhanı olan Həzrəti Fatimə-tü Zəhra anamızın
Salamullah aleyha ve radiyallahu anhanın cigərparəsi İmam-ı Həsən bizim için bir dənə cəddindən, babasından bir gözəl bir hədis nəql edir və buyurur ki, mən babam Resulullah'dan sallallahu aleyhi ve sellem'den bu hədisi nəql edirəm ki, Allah quluna kiçik veya böyük bir nemət verib də, qul bu nemətə qarşılıq elhamdülillah deyibsə, əlində olan o şükr etmiş olduğu o nemətin daha gözəlini, daha yaxşısını Allah-u Teala ona bəxş edəcəkdir. Həm hədisin gözəlliyinə diqqət eləyin, gör nə xəbər verir bizə. Həm deyənə, həm də bu rəvayəti bizə çatdırana. Bu günləri əlimizdə nə varsa nemət olaraq, gözümüz görürsə, qulağımız eşidirsə, ağlımızı hələ itirməmişiksə, ağlımız üstümüzdədirsə, bu nemətlərin hamısı gələcəkdə daha yaxşının olmasına səbəbdir. Bu yaxınlarda, bu neçə gündə bir dənə şeir qabağıma çıxdı. O şeiri inşallah istəyirəm ki, hamısını olmasa da sizin için oxuyum. Çünki məni də çox duyğulandırdı. Hər sözü düz olmasa da, amma ümumilikdə sıralı bir fikir olaraq qəbul etsək, insanın qəlbinə toxunur. Bir qadın yazıbdır. Deyir ki, Allah məni möhtac etmə heç kəsə. Allah məni möhtac etmə heç kəsə. Özüm öz işimi ölüncə görüm. Yatağa düşməyim, gəzim yavaşca, gözlərimə nur ver, ölüncə görüm. Dilimi lal etmə, danışsın dilim, qoyduğum əşyanın yerini bilim. Əzrail gələndə sevinim, gülüm, başımı söyküyüm qılınca ölüm. Razıyam, çörəyim qoy çıxsın daşdan, ağlımı çıxarma sonacam başdan. Halallıq istəyim qohum qardaşdan, kimsənin qəlbini qırınca ölüm və s. Demək ki, bunlar hamısı bizə verilən bugünkü nemətdir. Biz bilmirik ki, 3 ildən, 5 ildən, 10 ildən qocalığımızda əgər qocalacaqsa, başımıza nə hadisələr gələcək? Gözümüzü mü itirəcək? Ağlımızı mı itirəcək? Sərsaq sözlər danışanlar var. Ağlını itirib, öz qocalığına hörmət eləməyib, ailəsinin içərisində nifaq yaratan insanlar var. Onun üçün də bu nədir? Belə ölməyin, belə qocalmağın, belə olmağın səbəbi əvvəldə Allah Taala'nın vermiş olduğu nemətlərə şükür etməməsinin fəsadıdır, acı nəticəsidir. Bir insan istəyirsə ki, indiki kimi ağlı zirəng, gözü iti, dili bəlağətli, əli kəramətli, ayağı bərəkətli, yaxşı yaşasın, yaxşı qocalsın, ən birinci özünə, sonra ailəsinə, sonra ətrafındakı insanlara qarşı faydalı olsun, hazırda əlində olan o nemətlərə, cavanlığa, evinə, eşiyinə, abur həyasına şükür eləsin və qədrini bilsin ki, Allah Teala qocalıq vaxtı gələndə onu həmin ağılda adam var ki, qocalır, çox təəssüfini, çox az hallarda rast gəlirik. Məsəl ki, Allah hamıya can sağlığı versin. Ünvanlı danışmıram, ümumi danışıram. Müdrik qoca axtarıram. Elan eləyirəm buradan. Müdrik qoca axtarıram. Oturub 5 kəlmə ağıllı söhbət eləməyə. Mənə ağıl versin, mənə yol göstərsin, müdrik. Amma nə üçünsə bəlkə də vardır, olmasa olmaz, amma tapa bilmirəm. Böyük bir nemətdir ki, qocaldıqda müdrik bir qadın, nənə, qocaldıqda müdrik bir baba, qoca ola bilmək. Bəli. Bəs Allah Taala'nın vermiş olduğu bu nemətlərə necə şükür edək? Necə şükür edək? Yəni bu mövzunun davamı olaraq ki, danışıram, bir rəvayət var. Onu ərz edeyim sizə. Rəvayət olunur ki, Bəni İsraildən Allah-u Teala bir peyğəmbəri, bir salih, mömin, namazında, niyazında, itaat ibadətində bir ailəyə göndərir. Cavan bir ailəyə. Dedim mi bayaqları? Cavanlıq da imtihandır, var dövlət də imtihandır, oğul uşaq da, ailə də imtihandır və imtihan üçün peyğəmbəri o ailəyə göndərir. Deyir ki, onlara mən 30 il müddət verirəm. Bu 30 ilin 15 ilini kasıb, 15 ilini varlı yaşayacaqlar.
İndi özləri seçsinlər. Əvvəl cavanlıqlarında varlı olub, qocalanda kasıb olmaq istəyirlər, yoxsa cavanlıqlarında kasıb, qocalanda varlı olmaq istəyirlər. Özləri qərar versinlər, istədikləri kimi olsun. O Peyğəmbər gəlir bunu ərz edir o ailəyə, aralarında bunlar məşvərət edirlər, məsləhət edirlər. Kişi deyir ki, indi cavanıq, qolumuz, gücümüz üstümüzdədir, indi həyatımızı özümüz idarə edə bilirik. Biz bu varı, dövləti, rahatlığı, qocalığımızı istəyək ki, əldən ayaqdan düşəndə rahat yaşayaq deyə. Qadın isə deyir ki, kişi bir fikirləş, nə danışırsan? Sən bu fürsət Allah Teala bunu bizə verib. Sən Peyğəmbərə buyur ki, qoy varı, dövləti indi cavan vaxtımızda versin ki, bizim başımız işləyir, ağlımız zirəngdir, bu nemətlər bizə verilsin. Allahın vermiş olduğu nemətdən nə yiyəcəksə, ehtiyacı olanlara da yedirtək. Nə geyəcəksə, ehtiyacı olanları da geydirək. Harada yaşayacaqsa, ehtiyacı olanları da o şəraiti yaradaq onlar üçün. Təşkil eləyək. Qadının sözü qəbul olunur. Allah evlərimizə belə imanlı, ağıllı qadınlar, qızlar, gəlinlər, nəsillər nəsib eləsin. Amin. Və Peyğəmbər Allah-u Teala'ya bunu ərz edir, hər şeydən xəbərdar olan Allah 15 il bunlara var dövlət verir. Qoyun quzuları, keçiləri 3-4 balalayır. Dükanları alıcı ilə aşıb daşır. Əkinləri bol-bol məhsul verir. Meyvələri çoxalır. Və Allah Teala bunlara nə verirsə, vermiş olduğu Allahın bu nemətlərindən ehtiyac sahiblərinə, ətrafındakı insanlara tərəddüdsüz paylayırlar. Bu minvalla 15 il yaşayırlar. 15 ildən sonra düşünürlər ki, 15 il ki Allah bunu, Allahın Peyğəmbər xəbər vermişdi. Bundan sonra sıxıntılı günlər gələcək. 16 olur, dəyişiklik olmur. 17 olur, dəyişiklik olmur. 20 olur, dəyişiklik olmur. Nemətlər daha da artır, daha da bollaşır. Və Peyğəmbər kim olubsa devrin əleyhissalam onun yanına gedirlər və ona deyirlər ki, bəs bizim şərtimiz, xəbərimiz bu şəkildə idi. Bəs niyə kasıblıq gəlmədi? O Peyğəmbər də Allahdan soruşur, Peyğəmbər də vəhy edir ki, o qullarıma deyin ki, onlar 15 il mənim verdiyim nemətləri yeyirdilər. Nə ki, onlara bəxş etmişəm. O 15 ildən sonra yedikləri, o paylamış olduqları, xalqa vermiş olduqları o nemətlərin, o yaxşılığın, o cömertliyin, o səxavətin xeyir-bərəkətini yeyirlər. Səxavət cənnətdən uzanan tuğba ağacının budağıdır, buyurur Peyğəmbərimiz. Cənnətdən gələn tuğba ağacının budağından tutub səxavətli adam. Amma xəbis adam, amma xəsis adam cəhənnəmdən gələn zaqqum ağacının budağından tutubdur. Gərəkdir ki, Allah-u Teala'ya şükür etmək üçün bu metodlarla da eləyək. Cüneyd-i Bağdadinin Allah sirrini təqdis etsin, himməti üzərimizdə daim olsun, Allah dərəcəsini ucələsin. Buyurmuş olduğu bir kəlamda şükür etmək, Allah-u Teala'nın vermiş olduğu nemətləri nə veribsə, Allah-u Teala'nın razılığı olan istiqamətdə sərf etmək deməkdir. Cüneyd-i Bağdad'dan dedim bunu, yeri gəlmişkən birini də deyim. Peki bütün ibadətlərimiz bir də qədər kobud desək, iki cür olur. Bir avamın ibadəti var bizim kimlərin. Bir də Allahın xüsusi xas qulları var, onların ibadəti. Namaz da elədir, oruc da elədir. Məsələn, namaz qılandam sadəcə olaraq Fatihəni düz oxumağa, rükətləri çaşmamağa, rükünləri lazımınca yerinə yetirməyə, oruclarını gözəl tutmağa, vaxtında orucunu açmağa, halalla yeməyə çalışır. Amma Allah-u Teala'nın evliyaları, bəziləri ki, deyirlər ki, bizə pirlərlə, bizim nə fərq var evliyalarla. Amma Allah-u Teala'nın evliya qulları etmiş olduğu ibadətlərin ərkanını doğru yerinə yetirməklə yanaşı, etmiş olduğu ibadətlərə qəlblərinin, mənəvi aləmlərinin, mənəvi duyğularının müşayiət eləməsinə də diqqət eləyirlər. Şükür mövzusundan danışırıq. Biz
Allah'ın bize bəxş etmiş olduğu nimetlere göre Allah'a təşəkkür etməklə borcumuzu yerinə yetirmiş oluruq. Allah nə bizə veribsə yedik. Bismillahirrahmanirrahim. Tamam elədik yeməyimizi, deyirik. Ya Rabbi, vermiş olduğun nimetləri bizə bəxş etmisən, biz bunları etiraf edirik və sənə həmd edirik. Elhamdülillahillezî ed'amana və saqana və cealna minel muslimin. Bizi yedirdən, içirdən və bizim müsəlman yaradan Allah'a həmd olsun, şükür olsun. Bunu deməklə daha başqa nə etməliyik ki? Şükür elədik də, həmd elədik də. Amma evliyaların şükrü necədir? Evliyaların şükrü Allahu Teala'ya şükür etməklə yanaşı, etmiş olduğu şükürlərin Allah'a qarşı aciz olduqlarını, yetərsiz olduqlarını, nöqsan qaldığını anlamaqla olur. Onlar deyir, ya Rabbi, biz şükür eləyirik, amma bizim etmiş olduğumuz bu təşəkkür sənə layiq deyil. Bunun bir misalını deyim sizə. Məsəl üçün, minirsən avtobusa, yaşlı adamsan və bir cavan durur sənə yer verir. Və sən oturursa nə deyirsən? Çox sağ ol bala. Ona təşəkkür elədin. Ta nə etməlisən ki, cibinə pul qoymayacaqsan, onu qucaqlayıb öpməyəcəksən. Bir jest eləyib sənə qarşı, sən də onu normal qablı təşəkkür edirsən. Bunun kimi o biri öz aramızda olan müamilat və müaşiratda bir-birimizə təşəkkür etməklə borcumuzu ödəmiş oluruq. Amma bir insan anasına nətər hansı şəkildə təşəkkür eləyib borcunu ona ödəmiş olar? Nə şəkildə deməlidir? Hansı sözlərlə deməlidir? Necə eləməlidir ki, onun haqqından çıxsın? Biri olub, anasını incitib, anası tez-tez ona deyib ki, biraz da savadsız qadın olub, Allah analarının canını sağ eləsin, ölənlərə Allah rəhmət, Allah behiş qismət eləsin. Uşaq bunu incitdiyib ki, ay bala mən sənə süt vermişəm, ay mənə sənə süt vermişəm. O da gedib bir flaqa süt alıb, gətirib verib ki, süt vermişəm, Allah süt ver. Öyle bilir ki, o bir flaqa inek sütünü verməklə anasının ona vermiş olduğu sütün haqqını vermiş olur. Ananın haqqı necə ödəmək olar ki, bətnində olursan, qanını yeyirsən. Ocağında olursan, canını yeyirsən. Ömür boyu da beyni, yaddaşını yeyirsən, həyatını. 60 yaşı var, ananın 80 falan yaşı var. Amma fikri-zikri balasının yanındadır. Çünki mən görmüşəm, mənim babamın anası, atası yəni sağ olublar. Babamın 60 yaşı var idi. Allah cəmi ölənlərə rəhmət eləsin. Babam oturan duranda can anam can deyib oturub durardı. Anası da ona can balam deyəndə, hamar-tumar eləyəndə falan mənə qəribə gəlirdi. Uşaq idik, bunu görürdük. Ananın haqqını insan necə verər ki? Heç necə. Allahın haqqını insan necə verər ki? Hansı sözlərlə? Amma biz qəflətdəyik, biz elə bilirik ki, ya Allah, sənin vermiş olduğun bu nemətlərə görə sənə həmd sənalar olsun. Dedin mi, haqqını ödəmiş oldun. Yox, evliyaların bizdən fərqi budur ki, onlar şükür etsələr də, şükürlər Allahın nemətlərinə qarşı şükürdən aciz qaldıqlarını dərk edirlər. Deyirlər ki, bütün varlıqlarını hiss edirlər ki, bu qədər nemətə görə biz şükür borcumuzu Allah Teala'ya ödəyə bilməmişik və bilmərik. Allah-u Teala bizə şükür edən bir dil, zikr edən bir dil, şükür edən bir qəlb, bizə zikri və şükrü xatırladan yaxşı dostlar, yol yoldaşları nəsib eləsin. Bu böyük bir nemətdir. Şükrü bəlkə də mümkün olmayan. Hələ anamızın özü, atamız, anamız, hələ bizim ən böyük dostumuz, yoldaşımızdır ki, uşaq vaxtından bizə süfrənin kənarında oturmağı, bizə bismillah çəkməyi, bizə elhamdülillah deməyi, ay bala bu halaldır, ay bala bu haramdır deyib öyrədən şəxslərdir. Bildikləri qədər. Ondan sonraki ömrümüzdə də yaxşı oğul olsa, yaxşı insan olsa, elə başımıza da yaxşı adamlar seçərik. Və son vaxtlar eləmiş olduğum bir duanı da sizinlə bölüşürəm, paylaşıram ki, Allah Teala bəxtimizə, qabağımıza, evimizə yaxşı insanlar çıxartsın. Bu böyük bir nemətdir. Bir insan əgər nankor adamdırsa,
Bir insana yaxşı bir dostun, ona Allah'ı öyrətən, Allah'ı xatırladan bir insana Allah dost olaraq veribsə, ona qarşı xəyanət eləyirsə, nankörlük eləyirsə, bu çox böyük bir zərbədir o adam üçün. Onun üçün fərqi yoxdur. Çünki itlə yatan bitlə durur. Onun üçün fərqi yoxdur kiminlə yatıbsa. Amma ürəyini, qəlbini, vaxtını, zamanını verən ana üçün bədasil evlad, bir ustad üçün bədasil tələbə, qonşu üçün xoşa gəlməyən bir adam olması çox çətindir. Çünki o şəxsiyyət olaraq özünü tamamlamayan bir adam, ona etmiş olduğun o bir misal var. Deyir ki, 3 köpüklük adama 5 qəpiklik qiymət verəndə o onun qalığı olan 2 qəpiyə sənə xəyanət eləyəcək. Çünki onun qiyməti 3 qəpik idi. Və dostluqda da, Allaha qarşı qulluqda da, Peyğəmbərə qarşı ümmətçilikdə də, insanlarla olan müaşirat və münasibətdə də olğun, yetkin adamları bir nəfər olsun seçmək və onunla dostluq etmək, yoldaşlıq etmək lazımdır. Eş seçmək lazımdır. Həzrəti Əbubəkir kimi, Peyğəmbər əleyhissalam Həzrəti Əbubəkir üçün deyir ki, mən hamının mənə etmiş olduğu yaxşılığın qarşılığını ödəmişəm. Amma Əbubəkirdən başqa. Bizə Əbubəkirin Siddiq kimi sadiq yarənlər, yol yoldaşları, həyat yoldaşları, məclis yoldaşları dostluğa və sirdaşlığa nəsib eləsin. Allahın vermiş olduğu nemətlərin də şükrünü ləyaqətlə Allaha lazımınca ödəməyi Allah qəlbimizi ilham eləsin, qəlbimiz iman nuru ilə dolsun, dilimiz də onu ərz etməyə, Allaha bildirməyə güc və qüvvət versin, imkan versin. Subhanəkə la ilmə lənə illə ma allamtana innəkə entel alimul hakim və axir da'van və da'vahum enelhamdülillahi rabbil alamin.